Qərbdən bizə gələn bu mədəniyyət axınının ən əsas bir hədəfi var. O hədəf dinimizdə olan bir gözəllikdir. O gözəlliyi hədəfə alıb vururlar. O gözəllik aradan getsə, din hamısı aradan gedir. Onun dalınca hər şey yüzlərlə fəsad gəlir. Biz bəzən o fəsadı görürük, bilmirik ki, bunun qaynağı nədir? Qərbdən gələn məktəblərin əsas hədəfi aldığı dinimizdə olan bir gözəllik var ki, onun barəsində danışmağa da adam çətinlik çəkir. Danışmaq da olmur. O qədər o məsələni gözdən salıblar ki, o barədə danışmaq olmur. Az danışılır dinin bu gözəlliyindən. O elə bir gözəllikdir ki, o gəlsə əxlaq da düzəlir, ədəb də düzəlir, mənəviyyat da düzəlir, insan ruhu aramlığa çatır, insan bəsirətə çatır, insan bütün sahələrdə müvəffəqiyyət əldə edir. Dinimizdə olan bu bir gözəllikdir. Bütün dini qabağımıza qoymaqla olmaz. Gərək o bir gözəlliyi tapaq ki, ona əməl eləməklə, onu doğru başa düşməklə bütün başqa fəzilətlərə də sahib çıxaq. O bir gözəllikdir ki, insanı bütün başqa canlılardan fərqləndirir. Dörd ayaqlı heyvanlardan insanı fərqləndirir. O olmasa, insanla başqa canlılar arasında heç bir fərq yoxdur. Fərq bircə budur ki, o ot yiyir, bu ət pişirib yiyir. Fərq bir dənə bu qalır. Dinimizdən o gözəlliyi alsın, heç bir fərqi yoxdur insanla başqa canlılar arasında. O nədir ki, qərb istəyir insanlardan onu alsın, qərb məktəbləri. Din istəyir onu insanlara versin. Ki, bütün din bunun sayəsində qorunur qalır. O, bəndə ilə Allah arasında olan əlaqəyə aid məsələdir. Allahla bəndə arasında neçə cür əlaqə var? Allah bizə ruzu verir. Belə bizimlə əlaqəsi biri ruzu verməkdir. Amma Allah qoyunlara da ruzu verir. Orada insanla başqasının arasında fərq yoxdur. Başqa canlıların arasında. Allah bizə yağış yağdırır, Allah otlara da yağış yağdırır. Bununla bizimlə onların arasında fərq yoxdur. Allah bizə mehribandır, bütün canlılarına mehribandır. Qiyamət günü deyir, ən çox sorğu-suala çəkiləcək insanlar heyvanlara elədiyi zülmlərə görə. Heyvanı da sən nahaq vursun, qiyamətdə hesabı var. Mərhəməti heyvanlara da aiddir. Amma sözümün əsasına gəlib çıxmaq istəyirəm. Danışdıqlarım hamısı müqəddiməkdir. Allahla insan arasında bir əlaqə var, bir xüsusi münasibət var ki, o ancaq Allahla insana aiddir. İnsanı başqa canlılardan ayıran münasibətdir. Burada bax, insanla bütün canlıların yolu ayrılır. Burada insan bütün varlıq aləmindən ayrılır. Bax, təkcə bu məsələdə. O xüsusiyyət nədir? O xüsusiyyət ərəbcə desək təklifdir, təklif. Təklif bizim dildə ərəbdən gəlib, amma düz işlənmir. Biz bilirik də təklif eləyirəm filan. Biz belə işlədirik. Təklif sözü nə deməkdir? Risalələrdə də var ki, məsələn, filan kəs mükəlləfdir. Mükəlləfin vəzifəsi budur. Yəni, bir adam həddi buluq yaşına çatanda boynuna dini hökmləri icra eləmək məsuliyyəti gələndə olur mükəlləf. Dini hökmləri icra eləmək məsuliyyəti, əmr, Allahdan gələn əmr. Əmri icra eləmək insanı başqa canlılardan ayıran əsas xüsusiyyətdir. Allah insanla xüsusi münasibət qurur, canlılardan, başqalarından fərqli olaraq. Allah istəyir ki, əmr eləsin, insan itaət eləsin. Qərb elə bir insan cəmiyyəti formalaşdırıb ki, o cəmiyyətin itaətdən xoşu gəlmir. Onlar deyir, Allahla səfa yarat, səmimiyyət yarat, get mahnı oxuy, get dua oxuy, kilsədə, həftədə bir dəfə. Ye, iç, danış sözü, denən get işi gör. Nə əmr, nə itaət, nə vacib, nə müstəhəb. Belə şey zat yoxdur. Necə istəyirsən elə münasibət qur. Ürəyin necə istəyir elə. Əmrdən söhbət getmir burada. Bizdə də var bu cür təfəkkürdə olan adamlar. Namazı hədəf alırlar. Gör ki, məsələn, ziyallıq eləyir. Biz əsas Allahla özün xüsusi ürəyində münasibət qurasan. Namaz Allaha rüşvətdir. Bu nəyə lazımdır? Allah, biz namaz qılsaq nə olacaq? Qılmasaq Allaha nə fərqi var? Hərənin özünün bir yolu var. Hərə Allaha bir cür başa düşür. Bunlar hamısı dəbdə olan, xüsusən elmi mühitdə çox danışılan söhbətlərdir. Din nə deyir? Din buyurur ki, insan Allahla münasibət qurmaq istəyirsə, birinci başa düşməlidir ki, təklif var, boynunda məsuliyyət var. Allahdan hökm gəlir, bu itaət eləməlidir. Və bu da bəlkə də deyə belə demək olar ki, dini çətinləşdirir bəzisinin gözündə. Dinin elə çətinliyi bundadır.
Amma biz bu həftələrdə Allah bizə ömür versə danışacağıq ki, doğrudan çətinlik yoxsa bizim gözümüzdə çətinləşdiriblər. Doğrudan dinə əməl eləmək bu qədər çətindir, yoxsa bizə belə başa salıblar ki, çətindir. Bizə deyirlər, insan belə varlıqdır ki, istəyir, ürəyi istəyəni eləsin, itaət eləmək istəmir. Ay, doğrudan bu belədir, məsələ, həqiqətən də belədir ya yox. Bəlkə insanı xarab eləyiblər ki, itaətdən xoşu gəlmir. Elə bir ki, mən gəlib sizin uşağınızı xarab eləyirəm, onda bəzi lazım olmayan şeyə rəğbət yaradıram, sonra çıxıb danışan deyirəm, bütün uşaqlar filan şeyə rəğbətlidir. Halbuki mən xarab elədim onu, uşaq belə şeyə rəğbətli olmaz. Necə Muaviyə eləyirdi? Deyirlər ki, Şam şəhərində gəlirdi gecələr. Çox sadə bir üsul idi, amma gör necə bunu düşünmüşdülər. Gəlirdi gecələr hər bir uşağa balaca quzu hədiyyə eləyirdi. Uşağın da heyvana görsən məhəbbəti olar. Bir gün uşaq oyla oynayırdı, deyirdilər bunu Muaviyə verib sizə. Səhəri gün gecə məmurları göndərirdi evlərə, deyirdi onları götürün. Deyirdi Əli aldı sizdən bunu. Bu cür nifrət aşılıyırdı Əli əleyhissalama qarşı. Sonra da deyir uşaqların Əlidən xoşu gəlmir. Amma uşağın mehriban adamdan xoşu gələr. Əlinin mehriban tanısı uşaq həmişə mehriban adamı çox istəyir. Sən xarab elədin, onun meylinə təsir qoydun, sonra da adını qoydun ki, uşağın xoşu gəlmir. Təbii halda onun Əli əleyhissalama rəğbəti olmalıdır. İndiyəcən Şamda, Dəməşqdə o nasiblər yaşayır ki, Həzrət Əliyə lənət oxuyub, söyməyi ibadət bilirlər özlərini. İndiyəcən onun təsirləri hələ də qalır bu günəcən, nasiblər o cərəyanın içində. Biz övladlarımızı xarab eləməsək, biz hərdən deyir, övladları islah eləyək, islaha ehtiyac yoxdur. Biz xarab eləməsək, Allah insanın içində itaət hissi qoyub. İnsanın əslində itaətdən xoşu gəlir. Mən çalışacağım onu gələn həftələrdə sübuta yetirək. İnsan itaətdən xoşu gələn bir varlıqdır. Biz uşaqlarımızı xarab eləməsək bəsdir, bu hissi Allah insanların içində qoyub. Niyə bugün bəzilərinin itaətdən xoşu gəlmir? Çünki onu özünə çətin bilir. Çox adamın dindən uzaq olmasının səbəbi budur ki, deyir Allaha qurban olum, İmam Hüseyni çox istəyirəm, amma ibadət eləmsi çətin gəlir ona. Deyir, başı bağla bu istidə, səhər dur, namaz qıl, oruç tut, mən Allaha qurban olum, amma ağır işlərdir bunlar. Mən bu işlərin öhdəsindən gələ bilmərəm. Amma mənim sözümün xülasəsi, bugünkü sözümün xülasəsi budur ki, dinin ən ləzzətli, ən şirin hissəsi, ən gözəl hissəsi ki, insana ləzzət verməlidir. Allah bu ləzzəti insanın içində yaradıb, əmrlər hissəsidir. Bu olmasa din yoxdur. Dinin ən gözəl, ən şirin və ən ləzzətli hissəsidir. Niyə insanın bundan xoşu gəlmir? Çünki insanı xarab ediblər, xoşu gəlmir. Allahla insan münasibəti əbd və mövla münasibətidir. Bu necə münasibətdir? O əmr eləsin, bu itaət eləsin və bu itaətdən ləzzət alsın. Bunu da eşidən kimi deyəcəklər, hə, görürsünüz, danışır ki, itaət. Dinin məqsədi itaətkar kütlə yetişdirməkdir. Din insanı zəllil elir, din itaət elə. Amma bilir ki, əslində bu itaət elə azadlığın özüdür. Ona görə bu itaətə hədəf alır. Çünki azad insan onlara lazımdır. İnsan Allaha itaət eləyərsə, həqiqi mənada azad olar, azad adamlardan da xoşları gəlmir. Ona görə azadlıq şüarı ilə bu itaəti aradan aparmaq istəyirlər və buna müəyyən qədər nail olublar. Allahla insan münasibətində ən ləzzətli hissə budur ki, o deyə əmr eləyə, əqimus-səlah, namaz qılın, ləzzət alasan ki, mənə əmr gəldi. Ya əyyuhəl-ləzinə amənu, kutibə aleykumus-siyam, oruc sizə vacib edildi. Orucdan da ləzzətli budur ki, orucun özündən ləzzətli budur ki, Allah mənə dedi, sənə vacib oldu oruç tutmaq. Allahın vacib eləməsinin özündə bir ləzzət var. Ay Allah, niyə əmrlərlə danışırsan? Axı Allah, cəmaatın xoşu gəlmir əmrdən. Allah bizi yaradıb deyir, səhv deyirsiniz, mən bunu yaratmışam. Bu təbiətən əmrdən xoşu gəlir. Bu əmrə itaət eləmək istəyir. İnsanlar xoşu gəlir ki, Allah onlara əmr eləsin, onlar məsuliyyətlə onu icra eləsinlər. Sadəcə cəmaatı xarab eləmişsiniz, indi deyirsiniz ki, xoşları gəlmir. Cəmaatı xarab eləmişsiniz, cəmaat təbiət, mahiyyət etibarı ilə itaətdən xoşları gəlir. İtaətə meyillidirlər. Uşaq tərbiyə edirsinizsə, uşaqlara uşaqlıqdan öyrədin ki, mənim övladım. Bizim Allah qabağında vəzifəmiz var. Allah bizə qırmızı xəttlər müəyyən eləyir. Onları aşmaq olmaz. Onda cəmaat qul olmayacaq.
Əgər o yuxarıdan gələn hökmə itayət eləsə, haqdan gələn hökmə itayət eləsə, əslində azadlığına qovuşacaq insan cəmiyyəti. Və qərb mədəniyyətinin ən böyük bəlası budur ki, başqa fəsadlar hamısı onun dalıycan gəlir, deyir, nə istəyirsən elə, nə istəyirsən elə. Bu nə istəyirsən elədən sonra gəlir bütün fəsadlar. Əmr zadı yoxdur. Ona görə bütün sufi cərəyanlarını dəstəkləyirlər. Çünki sufilikdə əmr yoxdur. Cilt-cilt kitablar var, Allah belə dedi, belə oldu, belə eşqdən, məhəbbətdən filandan, amma itayət yoxdur. Allah insanı yaradıb itayət hissi ilə. Və ləzzət bundadır ki, o əmr eləyəsən, itayət eləyəsən.